Hisslərini idarə edə bilirsən, yoxsa hisslərin səni idarə edir? Təsəvvür elə ki, biri sənə nəyisə düz eləmədiyini deyir və sən o anda əsəbləşirsən, nəfəsin dəyişir, içindən qaynayırsan, istəyirsən sərt cavab verəsən, elə cavab verəsən ki, o insanı yandırasan. Lakin bu reaksiyadır. Hansı ki, bu reaksiya indiki ana aid deyil. Bu sənin uşaqlığından gətirdiyin avtomatik reaksiyadır. Ola bilər ki, uşaqlıqda səni kimsə çox qınayıb, təsdiqləməyib, tənqid edib və sən özünü dəyərsiz hiss etmisən və indi bu hisslər aktivləşir və o anda ortaya çıxır. Lakin hisslərini idarə etməyi öyrənməlisən. Sən hisslərindən və reaksiyalarından ibarət deyilsən. Sən seçimlərindən ibarətsən. O anda dayan, dərin nəfəs al və hissini tanımağa çalış. Nə hiss edirəm? Dəyərsiz hiss edirəm. Bu hardan gəlir? Uşaqlıqdan gəlir. Bu anda bu hissi necə idarə edə bilərəm? Necə cavab verə bilərəm? Və o anda seçim etməyə başlayırsan. Necə davransan sənin üçün faydalı olacaq. Necə davransan ən az zərər dəyəcək sənə və necə davransan münasibəti pozmadan bu məsələni həll edə bilərsən. Çünki uşaqlar və yetkinlər arasındakı fərq öz hisslərini idarə edə bilməkdir. Çünki uşaq hissləri ilə reaksiya verir. Yetkin şəxs isə rasional şəkildə düşünür və ona ən faydalı qərarı verir. Sən reaksiyalarından ibarət deyilsən, sən seçimlərindən ibarətsən. İndi yenə sual verirəm. Hisslərini idarə edə bilirsən, yoxsa hisslərin səni idarə eləyir?